Sizə Qurandan ayə oxuyum. Bu Quranın bu iki ayəsi mənim fikrimcə möcüzədir. Başa düşən adamlar üçün. Deyir, elə ki biz Allah insanı imtihana çəkdi. Ona var dövlət və nemət verdi. İnsan qürurlanır, deyir, Allah mənə əzizdədir. Fikir verin, deyir, elə ki Allah imtihan elədi. Cümlədə əsas söz budur. İmtihan elədi və ruzi verdi. Bizə bir ruzi olmamağı imtihandır. Deyir, verəndə imtihandır. Allah ona ruzi verir, onu imtihan eləmək üçün. İnsan ruziyə fokuslanır, imtihan yadından çıxır. Ruziyə fokuslanır, deyir, Allah mənə əzizdədir. Sevinir. Ondan sonra buyurur ki, elə ki Allah onu imtihan elədi və ruzisini azaltdı. Bunda da nə deyir? Burada da deyir ki, Rəbbim məni xar elədi, zəll elədi. Yenə də fokuslanır ruzunun azalmağına, imtihan yaddan çıxır. Gəlib gəlməməyinə Quran fokuslanmır. Deyir, gəlməyi də imtihandır, gəlməməyi də imtihandır. Nə sərvət xoşbəxtliyidir, nə olmamağı bədbəxtlik. Möcüzədir bu ayə. O yetmə ikram eləmir. Bir söz nə demək istəyir? Deyir ki, sən fokuslan eləyəcəyin əmələ. Bunu demək istəyir. Ruzi gəlibsə məsuliyyət gətirib, görsün ki, sən bu ruzunu nə eləyəcəksən? Əsas mövzu budur. Ruzi gələndə sən xoşbəxt olmamsan, ruzi gedəndən sonra bilinəcək ki, hara getməyindən asılı olaraq sən ya xoşbəxtsən, ya bədbəxt. Yəni, sənə sərvət gələndə, sərvətə yox, sərvətin gətirdiyi vəzifəyə fokuslan. Bu böyük fəlsəfədir. İnsan bilirsiniz, diqqəti bunda olmalıdır ki, mən neynəməliyəm? Bir şey fikrində olsun, mənim deyil. Qoyub gedəsən. Verir, görsün, necə rəftar edəcək. Dünyanın hər şeyi belədir, bilirsiniz. Dostlar bax belədir, övladlar belədir, ata-ana belədir. Hamıya baxanda deyirəm, mən ayrılacam bundan. Ayrılıq bu dünyanın taleyidir. Ayrılacam bundan. Mən gəlmişəm bir müddət bunlarla yaşayım, bunlarla imtihan olunum, sonra bunları qoyun gedim. O baxışdan baxaq. Onda özümüzü yaxşı aparacaq, düz aparacaq. Sənə belə bir övlad verib, ona başqa cür övlad verib. Sənə belə bir övlad verib ki, görürsün ki, belə bir övladla necə rəftar edəcəksən. Sənə belə bir həyat yoldaşı verib, ona başqa cür. Sənə bu həyat yoldaşını verib ki, görsün, sən bununla necə rəftar edəcəksən, o digəri ilə necə rəftar edəcək. Ancaq imtihan olunmağa gəlmişik. Hər şeyə bu şəkildə baxmalısan. Dost, ətraf, övlad, həyat yoldaşı, ata, ana, hamısı imtihan vasitələridir. Bunlarla necə rəftar edəcəyik?